Hər kəsə salam. Kanalıma xoş gəlmisiniz. Ümid edirəm ki, yaxşısınız. Bugünkü mövzumuz sifət mövzusudur, adjektiv. Sifət şəxs və əşyanın əlamətini, keyfiyyətini bildirən nitq hissəsidir. Məsələn, nice, qəşəng, beautiful, gözəl, clever, ağıllı, interesting, maraqlı, boring, darıxdırıcı, pretty, gözəl, difficult, çətin və s. Sifət ismin qarşısında işlənir və ismin əlamət və keyfiyyətini bildirir. Məsələn, a beautiful girl, qəşəng qız, an interesting movie, maraqlı kino. Diqqət yetirək, əgər ismimiz təkdədirsə, an article, yəni qeyri-müəyyən article işlənməlidir. Və bu article özündən sonra gələn sözün sait və samitlə başlamağına görə müəyyən olunur. Əgər söz samitlə başlayırsa, samit səslə, saitlə başlayırsa, an article ilə işlənir. Əgər ismimiz cəmdədirsə və yaxud da sayılmayan isimdirsə, heç bir article işlənmir. Məsələn, beautiful girls, qəşəng qızlar, nice weather, qəşəng hava. Sifət what, which, hansı, what kind of, what sort of, what type of, hansı növ, how, necə suallarından birinə cavab verir. Məsələn, what kind of books do you like? Hansı növ kitabları xoşlayırsan? How are you? Necəsən? Which train are you waiting for? Hansı qatarı gözləyirsən? Sifət də digər nitq hissələri kimi quruluşuna görə 3 yerə bölünür. Quruluş, yəni kök və şəkilçi. Sadə, düzəltmə və mürəkkəb olur. Sadə sifətlər heç bir şəkilçi qəbul etmir. Məsələn, happy, xoşbəxt, nice, qəşəng, wise, müdrik. Düzəltmə sifətlər isə suffix və prefikslər vasitəsilə düzəlir. Suffix sözün sonuna artırılan şəkilçilərdir, prefix sözünün şəkilçiləridir. Məsələn, sunny, günəşli, al, central, mərkəzi, oz, dangerous, təhlükəli, effective, təsirli, full, beautiful, gözəl, less, homeless, evsiz, friendly, dostyanə, daily, gündəlik, resistant, möhkəm, and, different, fərqli, able, eatable, yeməli, able, responsible, məsuliyyətli, wooden, taxtadan düzəldilmiş, all, natural, təbii, heroic, qəhrəmancasına və s. Feilin sonuna ing və ya id şəkilçisi əlavə etməklə sifət düzəldirik. Məsələn, interesting, maraqlı, interested, exciting, excited, boring, bored. Əgər mübtədamız canlı isimdirsə, bu zaman feilin sonuna id şəkilçisi əlavə edirik. Əgər mübtədamız cansız isimdirsə, bu zaman ing şəkilçisi əlavə edirik. Məsələn, I am interested in history. Mən tarixlə maraqlanıram. The film was interesting. Kino maraqlı idi. Dedik ki, düzəltmə sifətlər prefiks və suffikslərlə düzəlir. Prefikslərimizə baxaq. Impolite, nəzakətsiz. Polite, nəzakətli. Impolite, nəzakətsiz. Incorrect, səhv. Irregular, qaydasız, illegal, qeyri-qanuni, dishonest, vicdansız, unkind, kobud və s. Mürəkkəb sifətlər isə iki və daha artıq sözün birləşməsindən əmələ gəlir. Ya bitişik yazılır, ya defislə, ya da ayrı yazılır. Məsələn, hardworking, çalışqan, well-off, varlı, old-fashioned, köhnəlmiş, sugar-free, şəkərsiz, world-famous, məşhur, good-looking, gözəgəlimli, absent-minded, huşsuz, well-behaved, yaxşı davranan və s. İndi isə gəlin sifətin dərəcələrinə baxaq. İngilis dilində sifətin 3 dərəcəsi var. Adi dərəcə, positive degree, müqayisə dərəcəsi, comparative degree və üstünlük dərəcəsi, superlative degree. Adi dərəcədə as, təsdiqdə, not so as, inkarda, not as, inkarda bağlayıcıları ilə düzəlir. Məsələn, Jane is as beautiful as her sister. Jane bacısı kimi gözəldir. Və bu bağlayıcılar Azərbaycan dilində kimi tərcümə olunur. Jane is not as beautiful as her sister. Jane bacısı kimi gözəl deyil. Sifətin adi dərəcəsinin göstəricilərindən biri də əgər cümləmizdə so, yəni test edərkən, imtahan vaxtı, cümləmizdə so, such,
to, very, enough, rather, quite sözləri varsa, bilin ki, bu sözlərdən sonra adi dərəcədə olan sifət işlənir. Məsələn, Jane is a very beautiful girl. Jane çox gözəl qızdır. Very sözündən, article very sözündən qabaq işlənir. Əgər isim təkdədirsə. İsim təkdə deyilsə, cəmdədirsə, article işləmir. Quite özündən sonra sifət gəlir. Quite özündən sonra sifət, üstəgəl isim də gəlir. Əgər yenə isim təkdədirsə, en article ilə işlənir. Yəni biri ilə. Məsələn, the movie was quite interesting. Kino tamamilə maraqlı idi. It was quite an interesting movie. Bu tamamilə maraqlı kino idi. Rather sözündən həm əvvəl, həm də sonra article işlənə bilər. Məsələn, she has got a rather nice voice. She has got rather a nice voice. Onun olduqca gözəl səsi var. So such işarə vəziyindən keçmişik ki, so such özündən sonra, so'dan sonra sifət zərf, suchdan sonra isim gəlir. Suchdan sonra sifət üstəgəl isim də gəlir. Məsələn, she is so clever. O elə ağıllıdır. She is such a clever girl. O elə ağıllı qızdır. Deməli, əgər suchdan sonra gələn isim təkdədirsə, article ilə işlənir. Cəmdədirsə, article işlənmir. Enough sözünə baxaq. Enough kifayət qədər deməkdir. Enough özündən əvvəl sifət zərf, özündən sonra isim də işlənir. Məsələn, she is beautiful enough. O kifayət qədər gözəldir. Ya da we have enough time. Bizim kifayət qədər vaxtımız var. Siz bunu bax, beautiful enough əzbərləyərək, bir də enough time əzbərləyərək yadınızda saxlaya bilərsiniz. Yadınızda salanda sual verəcəksiniz. Enough time, kifayət qədər vaxt. Yəni, vaxt nədir? İsimdir. Beautiful enough, sual verəcəksiniz. Beautiful necə? Deməli, bu sifət əvvəldə gəlir. So long, such a long time-a bərabərdir. Yəni, mənaları eynidir. Uzun müddət deməkdir. Məsələn, I haven't seen her so long, ya da such a long time. Mən onu uzun müddətdir görməmişəm. So far, such a long way-ə bərabərdir. Mənası çox uzaq. They couldn't go because it was so far və ya such a long way. Onlar gedə bilmədilər çünki çox uzaq idi. Sifətin müqayisə dərəcəsi. Sifətin müqayisə dərəcəsi iki şəxs və əşyanı bir-birindən fərqləndirmək üçün istifadə olunur. Zən bağlayıcısı ilə bağlanır və bu bağlayıcı Azərbaycan dilinə daha nisbətən kimi tərcümə olunur. Əgər tək hecalı və ya sonu y, l, e, r, o, w ilə bitibsə sifətin sonu, bu zaman müqayisə dərəcəsini düzəldəndə şəkilcisi əlavə olunur. Məsələn, long uzun, longer daha uzun. Short qısa, shorter daha qısa. High hündür, higher daha hündür. Cold soyuq, colder daha soyuq. Simple sadə, simpler daha sadə. Narrow dar, narrower daha dar. Pretty gözəl, prettier daha gözəl. Burada diqqət yetirin. Əgər sözün sonu y hərfi ilə bitibsə, y hərfi I hərfinə çevrilir, sonra əlavə olunur. Məsələn, easy. Y hərfi I hərfinə çevrilir, sonra əlavə olunur. Asan, daha asan. Busy, məşğul, daha məşğul. Çox hecalı sözlər isə, yəni sifətlər isə heç bir şəkilçi qəbul etmir. Sifətin əvvəlində more sözü artırmaqla düzəlir. Məsələn, more dangerous, daha təhlükəli. More interesting, daha maraqlı. More difficult, daha çətin. More expensive, daha bahalı və s. Irregular adjectives isə, yəni bəzi sifətlər var ki, onlar şəkilçi ilə düzəlmir, kökündən dəyişməklə düzəlir müqayisə və üstünlük dərəcəsində. Bunlara irregular adjectives, yəni qaydasız sifətlər deyirik. Məsələn, good, better, the best, bad, worse, the worst, many, much, more, the most, little, less, the least. Far, iki cür düzəlir. Fazə, daha uzaq, fözə, daha sonra mənaları ilə fərqlənir. The farthest, ən uzaq, furthest, ən sonraki. Late, iki cür düzəlir. Later, daha gec, later, ikinci. The latest, ən gec, the last, ən axırıncı. Old, iki cür düzəlir. Older, daha qoca, elder, böyük. The oldest, ən qoca, the eldest, ən böyük. Near, nearer, the nearest, ən yaxın, the next, növbəti.
Məsələn, nümunələrimizə baxaq. He is 7 years older than his brother. O, qardaşından 7 yaş daha böyükdür. I feel better today. Mən bugün özümü daha yaxşı hiss edirəm. This phone has more features than the old model. Bu telefonun köhnə modelə nisbətən daha çox xüsusiyyətləri var. Mark is the best footballer in the university. Mark universitetdə ən yaxşı futbolçudur. Eldə sözü rütbəcə, titulca, yaşca böyük deməkdir və zən bağlayıcısı ilə işləmir, onun əvəzinə older işlənir zən bağlayıcısı ilə. Eldə özündən sonra isim gəlir. Məsələn, my elder sister is a doctor. Mənim böyük bacım həkimdir. My sister is 2 years older than me. Mənim bacım məndən 2 yaş daha böyükdür. Bu zaman isə older işlənir. Görürsünüz, older zəndən işlənir, amma eldə işləmir. Later sözü daha gec. Later 2 nəfərdən sonuncusu deməkdir. The latter bərabərdir the second, ikinciyə. Yəni, mənaları eynidir. He came later than I expected. O gözlədiyimdən gec gəldi. Ali and Bəhlul are my friends. Əli və Bəhlul mənim dostlarımdır. The latter is a doctor. Yəni, sonuncusu, yəni Bəhlul həkimdir. A bit biraz, far çox, much, little, slightly, a lot. Bu sözlər isə sifətin müqayisə dərəcəsini daha çoxaltmaq ya da azaltmaq məqsədi ilə istifadə olunur. Məsələn, he is a bit stronger than you. O biraz da səndən daha güclüdür, biraz səndən daha güclüdür. Sonra, any, even, no, between, get, getting, day by day, become. Bu sözlər sifəti müqayisə dərəcəsi ilə işlənir. Əgər bu sözləri görsəz testdə, bilin ki, sifəti müqayisə dərəcəsi ilə işlənir. Məsələn, I shall not work any longer. Mən artıq işləmək işləməyəcəm. The weather is getting warmer day by day. Yəni, hava get-gedə daha istiləşir. He is even more beautiful than I thought. O, hətta mənim düşündüyümdən daha gözəldir. Sifət təkrarlana bilər. Bu zaman getdikcə, get-gedə kimi tərcümə olunur. Məsələn, it is becoming more and more difficult to find a job. Yəni, deyir, iş tapmaq get-gedə daha çətin olub. Əgər bir ismi ikinci dəfə təkrar etmək istəmiriksə, bu zaman one sözündən istifadə edirik. Məsələn, that room is smaller than that one. Bu otaq o birisindən daha balacadır. Və yaxud da it is a smaller room than that one. O birisindən daha balaca otaqdır. Yəni, otaq sözünü 2 dəfə deməmək üçün one sözündən istifadə olunur. Sifətin üstünlük dərəcəsi isə tək hecalılarda və sonu o, ble, y ilə bitərsə, bu zaman bu sözlərin, bu sifətlərin sonuna üstünlük dərəcəsini düzəltmək üçün s şəkilçisi əlavə olunur. Və sifətin üstünlük dərəcəsi həmişə z artiklı ilə işlənir. Məsələn, long, the longest, uzun, ən uzun. Short, the shortest, qısa, ən qısa. Cold, soyuq, the coldest, ən soyuq. Easy, asan, the easiest, ən asan. Yenə y hərfi şəkilçi artıranda I hərfinə çevrilir, sonra es şəkilçisi əlavə olunur. Happy, xoşbəxt, the happiest, ən xoşbəxt. Lazy, tənbəl, the laziest, ən tənbəl. Sunny, günəşli, the sunniest, ən günəşli. Noisy, səsküylü, the noisiest, ən səsküylü. Çox hecalı sözlər isə şəkilçi ilə düzəlmir. Sifətin dərəcəsinə the most əlavə etməklə düzəlir. Məsələn, the most interesting, ən maraqlı. The most dangerous, ən təhlükəli. The most difficult, ən çətin. The most expensive, ən bahalı. Yadınızda saxlayın ki, əgər cümləmizdə z, yəni nöqtədən əvvəl z, had evə, has evə, have evə, nevə, at, on, in, among, of all, one of, in the world, in the class, in the city kimi sözlər varsa, deməli, burada sifət üstünlük dərəcəsində olacaq. Məsələn, nümunəməyə baxaq. She is the most beautiful girl in the class. O, sinifdə ən gözəl qızdır. Which of özündən sonra üstünlük dərəcəsində olan sifət istəyir. Məsələn, which of the students is the best?
Şagirdlərdən hansı ən yaxşıdır? Üstünlük dərəcəsində işlənmiş sifətin qarşısında yiyəlik əvəzliyi işlənərsə, bu zaman article düşür. Məsələn, she is my best friend. O mənim ən yaxşı dostumdur. Biz demişik ki, hərəkətin əlamətini zərf, ismin əlamətini isə sifət bildirir. Lakin bəzi feillər var ki, bunlardan sonra zərf yox, sifət gəlir. Bunlar hansılardır? Be, get, become, seem, look, feel, sound, taste, smell, stay, turn. Bu feillərdən sonra sifət gəlir. Məsələn, she looks happy. O xoşbəxt görsənir. The chocolate tastes good. Şokolad yaxşı dad verir. Bu qədər əziz şagirdlər, əziz izləyicilər. Növbəti videolarda izləmək üçün kanalıma abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.